Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Qarabağ Kopenhagen Ə-də məğlub etdi. UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunun oyunu çərçivəsində Bakıda Qarabağ Danimarkanın Kopenhagen komandasını qəbul edib. Uc.az xəbər verir ki, oyun Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb 2-0. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürüb. Maçın 28-ci dəqiqəsində Qarabağ hesabda önə keçib. Oyunda Abdullah Zubi fərqlənib. 83 dəqiqədə Emmanuel Adday hesab arasındakı fərq artırıb 2-0. Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edirdi. Qeyd edək ki, Qarabağ Liqa mərhələsinin birinci turunda Portuqaliyada Benfica'ya qalib gəlib 3-2.